bir ağır eller, ürküştü sonalar, boş kaldı göller. Sende vardır benim hatireler, aman urmu gölüm, kurusan öller. Ey ağalar, ey Müslümanlar, göleden düştü düştü. Talandı öldü durnalar, mənə qəm düşdü, qəm düşdü. Gözümdən axan yaşı töksəm əgər, damarda axan qanı versəm əgər, urmu gölün yenə doldursam əgər, gölümüzü yenə doldursam əgər, yaralı durnam urmuya dönersem mi? Akşamınız hayırlı olsun Sayın Kurtuluş Tey. Urmu səsinin bir ayrı verilişiyle evlerinizin qonağıyıq. Arzu edirik dünyanın her yerinden bizi izlersiniz. Moraliniz yerinde olsun. Bir daha sizi hoş gördük. Sayın Güney Azerbaycan Türk milleti. Bugün de bir önemli konuya parmak koyacağız. Bildiğiniz gibi bugün 15 İsfend, 5 Mart Urmu Gölü'nün anma günüdür. Kutlama günüdür. Bu günü içeride Güney Azerbaycan'ın milleti bu günü adlandırıblar. Bugün sadece bir təşkilat tərəfindən deyil və bir siyasi parti tərəfindən də deyil. Bu günü içəridə Güney Azərbaycanın milləti 15 İsfəndi Urmu Gölü'nün anma günü olarak adlandırıblar. Və bu gün bunu bizə anladır ki, Urmu Gölü xatirələrə qovuşmayıbdır. Urmu Gölü bizim ürəyimizdə, bizim ruhumuzda yaşayır. Və Cumhur İslami sanır ki, Urmu Gölünü qurutmaq ilə bizim millətin umudunu və gələcəyini torpaqla bir eləyəcək. Amma bu cür bir iş olmayacaqdır. Bildiğiniz kimi dostlar, bugün
Siyavuş bəy Süleymanpur ilə bərabər biz proqram aparacaqdıq. Verilişlərimizdə olduğu kimi. Amma Günəyə biz bağlanamırıq. Bizim bağlantımız içəri ilə kəsilibdir. Amma Babək bəydən xahiş edirəm, nə zaman hazır olursa, əgər Siyavuş bəyi qatıla bilirsələr, həmən qatsınlar bizim proqrama. Və bugün ayrı bir qonağımız da vardır proqramda. Hər zaman olduğu kimi Mehdi bəy Nərimani, jurnalist və araşdırmacı dostumuz bizimlə bərabərdir. Əgər Mehdi bəy studiyada varsalar, buyursunlar. Selam, her vaktiniz hayır olsun. Selamlar Kurtuluş TV'nin izleyicilerine. Xoş gördük sizi Mehdi bəy. Çox xoş gəlmişsiniz öz proqramımıza. Mehdi bəy, bugün bildiyiniz kimi 15 İsfəndidir. Urmu gölünün anma günüdür. Bütün dünyada Azərbaycanlılar, Güney Azərbaycanlılar və Quzeyliler və Türkiyəlilər bu günü bizimlə bərabər xatirəsini saxlayırlar və canlı saxlayırlar. Türkiyənin qəzetələrində, ondan sonra Azərbaycanın qəzetlərində, ondan sonra bizim Urmiyədə, Salmasda, Ərdəbildə, Zəncanda, hər yerdə bu günə görə bir dənə bir bildiri çıxıbdır. Bunu maşınların arxasına, dükanlara, körpülərin üstünə, hər yerə bunu yayımlayıblar və hər yerə asıblar. Bu da bundan xəbər verir ki, bizim millətimiz, Güney Azərbaycan Türk milləti öz gələcəyinə biganə qalmayıbdır və çevrəsində olan olaylara, özəlliklə Urmu gölünün İran faşizminin tərəfindən qurudulmasına tepki göstərir. Bunu proqramın əsnasında buna görə içəridə olan bu təzahüratlar, Urmu gölünə görə etirazlar, bunları göstərəcəyik. Mehdi bəy, sizinlə bərabər davam edək bu günə. Öncəliklə, əgər içəridən bir xəbərimiz varsa bizim, Güney Azərbaycandan əgər bir özəl bir xəbəriniz varsa, eşitməyə hazırıq. Buyurun. Güney konu aldığımızda indi maalesef İran'ı da konu alırıq. Ekonomi durumu çok kötüdür. Ve Trump'ın Rusya ile anlaşması bizim milletimize çoxlu mənfi etkiləri bırakacaq. İndi biz ne kadar eləyə bilirik bunun qabağını? Maalesef biraz olmayan bir işdir. Çünkü gücümüz yoktur. Lobumuz yoktur. Onun dışında Urmiye gölü meselesine gelirsek, maalesef %95-96'sı quruyubdur. Ve biz de sessiziz. Neden? Onu söhbət edəcəyik. Sağ ol Mehdi bəy. Yaşayasan. Proqramın əsnasında təbii ki, sizin dərin bilgilərinizdən yararlanacaq bizim millətimiz. Bu arada bir neçə soru insanın beyninə gəlir. Təbii ki, millətin hamısının sorusudur. Sadəcə Qurtuluş Partiyasının soruları deyil. Sadəcə bir özəl bir təşkilatın bu sorusu deyil. Bütün canlı millətlərin sorusudur. Bütün dünyadakı soruşurlar. Özəl olaraq bizim yaşadığımız ölkələrdə. Deyirlər, Urmu gölü nə böyüklükdədir? Urmu gölü İsviçrənin 10'dan biridir. İsviçrə 41.000 kilometridir. Urmu gölü 6.000 biraz az çox 6.000 kilometr qədər olur. Necə ola bilir ki, bu 6.000 kilometrlik bir dənə bir göl özdə dünyanın ən önəmli göllərindən birisidir. Duzlu göl dünyanın heç bir yerində yoxdur. İkinci göldür ki, biri quruyubdur, biri də bizim Urmu gölümüzdür. Bu Urmu gölü nədən Urmu gölünü Cumhur İslamı qurutdu? İlləti nədir? Niyə qurutdu bunu? Nədən Azərbaycan Türk milləti ilə düşmənlik edir Cumhur İslamı?
önemli sorulardan biri de budur ki, neden bizim Urmu Gölü için barışçıl sloganlarımızı Cumhur İslamı qana buluyor? Neden İsfahan'da bunların bu siyasi pulları ki vardır, əslində Qacarlar oranı düzəldiblər. Biləxərə bizə aiddir. Amma indi Faslanın əlindədir. Onların gölləri də quruyubdur, qurudublar. Rejim qurudub özü bilə-bilə qurudubdur. Onlar çıxırlar etiraza İsfahanda. Rejim bunların gözünü də küfləmir. Yəni heç bir şey demir. Bunlara məmur da qoyur ki, bir nəfər gəlib bunlara toxunmasın. Amma bizim insanlarımız Urmu gölünün üstündə uzun bir zəncirə qururlar ki, Urmu gölü qurudu. Urmu gölünün quruması bunların gözünə batırır. Yəni bir tərəfdən özləri qurudublar. Bunu hamı da bilir, yəni bunu danılmarıq biz. Yəni hamı özləri də deyirlər. Deyirlər, müdiriyyət eləyəmədik, qurutdular bunu. Buna görə bunlarla işləri yoxdur, gəlib bizim milləti bu cür əziyyət edirlər. Baxın, görüntülərdə də görürük. Bu görüntülər indininki deyil. Neçə illər qabaqdan vardır və indi də vardır. Bunları izləyək birlikdə. Bu gördüğünüz yayınlar sadece Azerbaycan'ın medyalarından yayılmayıptır. Yani bu dünyada olan bu medyalar ki vardı, çok görüntülü medyalar, onlardan yayılır. Mehdi Bey, bu soruları bizim insanlarımızın beyninde olan sorulara biz çalışaq ki cevap vermeye. Buyurun sizden başlayaq Mehdi Bey. Neden Urmu gölünü rejim qurutdu? Ne için? İllət nədir? İllətin başlanğıcı Əliəkbər vilayətinin sözündə xülasə olur. Deyir, biz nə qədər Azərbaycana yatırım yapsaq, bir gün bu Azərbaycan İrandan ayrılacaq. Baxın, geçən bir mövzu vardı, asimilasyon, ana dili konusunda. Urmiye gölü bu mövzuda çox böyük rol oynayır. Vaxtı ki, bir yeri kəvirliğə çevirsən, yatırım yaptırmırsan ora, millət yavaş-yavaş göçə məcbur olur. Yavaş-yavaş göçə məcbur olduqdan sonra Fars məntəqələrində asimilə olur. Bu bir yoludur, Urmiye gölü. İndi qeydək, Urmiye gölü nə zamandan başladı qurutulduğuna? Rəfsənjani zamanından. Rəfsənjani zamanından bir proje götürdülər. Səbzazı. Xatəmi idama verdi və Əhmədinəcad onu şiddətləndirdi. Təqribən 70 üzərində çayların üstünə sədd vurulub. Və bundan müxtəlif sazmanlar faydalanır. Ən önəmli bir fabrika ki bundan faydalanır və İsfahan Xatəmül Ənbiyasına bağlıdır. Şirkəti Kahve-Sodat Mərağada Şüşə Toğludur. Dəyərli milli fəalımız Səid bəy Minai bu mövzu üzərində çox çalışdı. Bunun üzərində tutuldu, zindana getdi. Yeni Tazaşdan biləsinə 5 il zindan veriblər. Çünki Sipah orada Urmiye gölünü milyonlar metr mükəb suyunu alır, işlədir və zəhərini yenidən qaytarır Azərbaycanın təbiətinə. 1390-da qərar oldu ki, milli fəallar millətə oyatmaq üçün Urmiye gölündə toplanaq. Mən də var idim orada. Biz ailecək getdik ora. Urmiye gölünün kənarında bir dənə kələntəri qurmuşlar, Kanex. Onun rubərsində millət zəncirə qurmuşdu və Urmiye gölünə görə şüar verirdi. Bu şüar nə illətə görə verildi? İran məclisində
Tərh Fəuriyyəti deyə bir layihə verildi. Urmiyə gölünü ağır vəziyyətdən qurtarılsın. Amma İran rejiminin məclisi bu layihəni rədd elədi. Ondan sonra bu olay stadyuma taşındı. Sonra 13 fərvərdində təbiət günündə Urmiyə gölündə qərar oldu toplanaq və getdik toplandıq. Yeganvicanə gəldilər, milləti vurdular, sərkub elədilər, mindirdilər, otobuslara götürdülər kələmtərləri. Bu işin üzərindən keçdikdən sonra Şəhrivərdə bir Təbrizdə və Urmiyədə təzahürata millət çıxdı. Çox şiddətlə sərkub olundu. Filmlərini yollamışam. 1391-1392-də bu davam etdi. Amma maalesef millətimiz kitlesel olaraq bu məsələləri anlamadı. Çünki çox böyük bir olaydı. İranın özünün dediyinə görə, əgər Urmiyə gölü tamamen qurusa, indi fəsli olur. Qışda yağır, biraz su qalır, sonra yayda quruyur. Amma bu cənəbi quruyacaq. 15 milyon nəfər göç etmək məcburunda. Baxın, biz bunu Türkiyə və Azərbaycana dəqiq yetirəməmişik. Bizim başımıza gələn Türkiyənin də başına gələcək və Quzey Azərbaycanın. Biz bunu çox gərək dəqiq anlataq və halkına da anlataq. Oranın millətinə də anlataq. Tək dövləti yetməz. Çünki 30 il qalxacaq göyə tamamen Azərbaycanı məhv nabud eləyəcək. O qədər önəmlidir bizə. Sağ ol Mehdi Bey. Gözəl tarixləri tam yerində dediniz. Biraz Daliyə qayıdırsaq, siz Rəfsəncanı zamanı dediniz. Geçən mən internetdə bir dənə bizə də oxurdum. Cumhur İslamıdan qabağa bu qayıdırı. Bu şah zamanına qayıdırı. Bir dənə bir bizə qoymuşlar. Bunu alamadım mən. İnternetdə sadəcə oxudum. Amma bu sənəd tapıb bunu yayımlayacaq. Birinci də olaraq qurtuluşdan yayılacaqdır bu. Bundan ibarət idi ki, o zaman şahın adamlarından birisi Vərəhram, bilmirəm şahın nə mənası idi. Türkiyənin böyük ərtəşlərdən birisi idi o zaman. Bu şaha deyir ki, əgər istəyirsiniz ki, Azərbaycan İrandan ayrılmaya, Pişəvəri cəryanından sonra ki, gəlir yetirir, 1325-24-dən sonra məsələlər ki, gəlir, az qalır inqilab olub ki, o zamandan söhbətidir. Deyir, əgər istəyirsiniz siz Azərbaycan İrandan ayrılmaya, bunların şah damarına parmaq qoyacaqsınız. Bunların şah damarı haradır? Ana dilləri deyil. Doğrudur, o zaman da ana dili indinin tayı Qədağan idi. Amma dedi, bunların bir dənə Urmu gölləri vardır. Ora Azərbaycanın şah damarıdır. Onlar bizdən yaxşı bilirlər. Dedi, oranı qurudacaqsınız. Şah rejiminin ömrü ki qutuldu, tarix məsrəfi qutuldu. Cumhur İslami bu məsələni gəldi, davam etdi. Nə cür davam etdi? Hardan başladılar? Bir dənə bir keçənlərdə də yox, neçə il bundan qabaq ki, bir həftə bundan qabaq mən bunun təzədən milli kanallar bunun şərhini qoymuşdular. Elon Musk Urmu gölünün bir dənə gətirib şərhini qoyub ki, Urmu gölünə görə yas tutur Elon Musk. Acaba Elon Musk'ın nə ilgisi vardır bizim Urmu gölü ilə? Və buradan da bu söhbət vardır. Urmu gölünün nə ilgisi vardır bu bərqi maşınları ilə? Çindəki bərqi maşınlarla, Amerikadakı bərqi maşınlarla. Söhbət buradadır. Cumhur İslami, bu mallar rejimi, qatil, cinayətkar, dünyada yəni Hitlerin bunlar, Mussolini'nin üzünü ağ eləyiblər bunlar. Özəlliklə başda oturan Xameneylədir bunların. Hamısı bir bezin qırağıdırlar. Bunlar rəsmən Azərbaycanı bunlar satdılar Çinə, satdılar Amerikaya, satdılar Rusiyaya. Hamısının
bir yerde yığsan kullen bizim her zadımızı sattılar. Bunlar ne inadilər? Urmu gölünün bildiğiniz kimi dünyada lityum qaynağıdır Urmu gölü. Dünyada en zengin lityum kaynağı Urmu gölüdür. Urmu gölünün suyu olarkən bunlar bunun dibindən lityumu çaldanmayacaqlar. Bunlar ne inadilər? Gəldilər yavaş-yavaş Urmu gölünü qurutdular. Birdən-birə qurudanmazdılar. Çünki o içəxdə neçə min illik Urmu gölü qurumaz. Bir gündə qurumaz. Şah zamanından demək bərnamə var idi ki, Cumhur İslamı da onun idaməsini verdi. Gəldilər bunlar Çinin əli ilə indi nə iş görürlər Urmu gölünü qurudandan sonra? Dostlardan dünən Səlmasdan biri ilə danışırdıq dostları ilə. Onlar bilgi verirdilər. Deyir Urmiye'den, Selmas'tan, Urmu gölündən böyük 18 təyərlərlə duz aparırlar. Bu dostumuz deyir ki, mən bunlardan soruşdum ki, neçə kiraya alırsınız siz Selmas'tan, Urmu'dan Tehrana, İsfahana? Dedi ki, biz 60 milyon kiraya alırıq maaşının birine. Duz maaşının birine 60 milyon kiraya alırıq biz. Deyir, mən soruşdum ki, axı burada məyə 60 milyonluq məyə duz vardı sənin maaşınında. Dedi, nə qədər duz olar sənin nəzərən? Deyir, mən dedim, olar yarı-yarı. Dedi, yox, burada ancaq 5 milyonluq, 6 milyonluq burada duz olar. Dedim, ben rejim niyə bu ki, 60 milyon münazat verir, kirayı verir buradan ora aparmasına. Bunlar sadəcə Urmu gölünün duzu deyil. Bunlar onun içində olan lityumu aparırlar. Çin müstəqim bulan hamısını alır və Amerikanın orada şirkətləri ilə əlbirdirlər ki, nə iş görürlər? Bu lityum nədə istifadə olunur? Bu lityum maşınların batırlarında istifadə olunur. Əgər yanılmasa Mehdi bəy, bu telefonların da çipləri ki var, lityumdan düzəlir. Doğru mu? Hem maşınları, yeni teknolojinin Bu da batırlarında, Doğrudur. füze Bunlar bu sisteminde, işler Mehdi bəy. Buyurun, sizdən eşidək. bu lityum macərası Ukraynada da var. Ukraynadaki Bəli. yeni olaylar, Trump'la Putin'in anlaşması, bu lityum macəralarına görə çok önemli bir yeni petrol macərası. Petrol savaşları necə başladı? Ərəbistanda, Ərəbdə, Suriye'də, Liby'də, indi yetişir İran'a. İndiki neft strateji bölümünü çox əldən verir, lityum yerini alır. Baxın, füze sistemlərində, kimyai silah düzəltmək ürünlərində, reaktorhay həstəyi var. Onları soğutmaq. Bunun ilaç üçün çox önemli rolu var. Yani çok önemli bir maddedir. İndi Amerika'na nədir anlaşalar veya Çin'lə nədir anlaşalar? Çünkü burada Ukrayna macərası da var. Paybəliş eləyirlər. Biz nə qədər yatarsaq, baxın, Aral gölünü qurutdular. Qazaxıstan istiqlal tapandan sonra yeni 30 yıl sonra özüne yavaş-yavaş gəlir. Çox böyük bir sürət, çox böyük faciələr bizi gözlür. Bizim millətimiz gərək çox oyaq olur. Geçənki mövzularda bilirəm ki, işarələrdən Urmiya mövzusunu. Bizim üçün ölüm qalım məsələsi çox önəmlidir bizə. Biz gərək bu gölü dirildək. Hər nə nəhvələn olur olsun. Ağır bir dönemden geçirik. Gerçekten çok ağır bir dönemden geçirik. Belki de bir tane atom bir bombası vursaydılar Azerbaycan'a. Şayet Azerbaycan yerden kalkabilirdi. Japon'un tayı. Ama maalesef bu Urmu gölünün meselesi insanların oradan hamısının köçməsi ve bizim kullen gələcəyimizin, nəslimizin yeryüzündən kəsilməsi deməkdir. Yani buradan biz köçersək, yani bu iş olmayacaqdır. Gərək buna izin verməyək. Bizim əlimizdən gələn sadəcə burada bilgiləri biz insanlarımıza çatdırmalıyıq. Əlbəttə ki, insanlarımız, millətimiz bunu daha da yaxşı bilirlər bunu.
Və bunu da yaxşı anlayırlar ki, Cumhur İslamının Türk düşmənliyi indidən başlamır və getdikcə də Cumhur İslamı dağılmağa sarı gedə-gedə də bunlar istəyirlər Qarabağ məsələsinin tayin bizim başımıza gətirsinlər bunlar. Paslağın bir məsələ var. Zəmini suxda, yanmış zəmin istəyirlər bizim qoltuğumuza qoyalar. Sonra buranı təhvil verirlər kütlənin əlinə. Necə kütlənin əlinə? Təbii ki, bura quruyandan sonra Azərbaycanlı deyəcəksiniz yaşamayandan sonra Kürt necə yaşayacaq orada? Kürdə heç önəmli deyil. Kürdə bir dənə çadırın içində olsa gələcək yaşayacaq. Çünki onlar adət ediblər o cür yerdə yaşamaq. Amma biz o cür bir millət deyirik biz. Biz yəni kökümüz vardır. Buna görə bizim kökümüzün olduğu için özümüzə gəlməliyik biz. Özümüzə gəlməsək gerçəkdən yəni bu gün ağır bir gündür. Yəni savaş olursa savaşı da bitirmək olar. Atom bombasını da yerini düzəltmək olar. Amma bu fəlakəti gerçəkdən düzəldəməyəcək biz. Bu arada Mehdi bəy izin verirsəz bizim Eldar bəy Qaradağlı da bir programa qatılacaqdır. Babiş bəy, əgər Eldar bəy programda vardırsalar buyursunlar bir Eldar bəydən də bir 2 dənə, 3 dənə önəmli bir soru soraq. Bərabər davam eləyək. Bizim Siyavuş bəydən hələ ki xəbər olmayıbdır maalesef. Olsun. Eğer Eldar Bey varsalar tamamdır. Olursa koşun lütfen Babiş Bey. Mehdi Bey. Mesela Eldar Bey katıldılar. Hoş gördük sizi Eldar Bey. Her vaxtınız xeyirli. Hoş bulduk. Çok sağ olasınız. Necəsiz? Ne var ne yok? Halınız yaxşıdır. Mehdi Bey siz de hoş gördük. Çox məmnun, xoş gördük. Sağ olasınız. Yanlış yaptınız. Eldar Bey bildiğiniz gibi bugünün programı 15 İsfənd 5 Mart Urmu Gölü'nün milli günüdür. Elbette bu milli gün Azerbaycanlıların milli günüdür. Tabii ki İran'a bir cəşn günüdür. Tüm bizim Urmu Gölümüzü qurudukdur. Bu tərəfdən də bunlar toy bayramını tuturlar ki bizim gölümüzü qurutdular. İstədiyi işlərə bunlar yetirdilər. Eldar Bey sizinlə devam edək. Tabii ki sizin bilginiz bu konuda daha dərinlədir. Eldar Bey 3-4 dənə bir sual mətrah elədik. Mehdi bəylə danışmaqdayıq elə bunların üçün. Nə üçün Urmu Gölünü rejim qurutdu? Nədən Azərbaycan Türk milləti ilə düşmənlik yapır? Amma soruların önəmlisi də budur ki, nədən o birisi şəhərlərdə muhitizistə, doğaya görə etirazlara rejim onlara dinmir və bizim Azərbaycan Türk millətini yerlə bir eləyir. Gerçəkdən öldürür. Rəsmən gülləyə bağlar. Buyurun Eldar Bey. Doğrudur. Mən də hər kəs salamlayıram. Sağ olasınız bu günlər məni verilişinizə qonaq elədiniz. Və təbii ki bu Urmu Gölü məsələsi əlbəttə ki Azərbaycanın milli məsələsidir. Və Azərbaycanın milli məsələsinə aid olan hər şey Azərbaycan üçündür. Hər bir şey demək ki bizim millətimizə, Azərbaycan Türk millətinə dəxli vardır. Tehrana hər hansı bir dəxli yox. Rejimin, faşist rejimin demək ki tərvimində düşən milli günlər də bizə dəxli yoxdur. Bizim də öz tərvimimizin onlara dəxli yoxdur. Çünki iki ayrı millət yox. İki ayrı demək ki dominant sistem yox. Bir dominant, kiçik dominant, böyük dominanta qalib gəlmiş bir tarix hadisələrdə 1945-1925-ci ildən etibarən Azərbaycan işğal altındadır. Maddi, mənəvi, torpaq və dövlətçilik baxımından, hər baxımından demək ki, işğal altındadır. Yeraltı, yerüstü sərvətlərimiz tamamilə talanıb gedir. Və Urmu məsələsinə gəlincə, Urmu məsələsi bayaqlara da işarə etdiniz. Demək ki, Azərbaycanın həyat damarıdır. Və Azərbaycanın həyatında tək Azərbaycan yox, Azərbaycana göz tikib, Azərbaycanın ətrafında, çevrəsində Azərbaycanın demək ki, necə deyim, var oluşundan qidalanmış bütün xalqların hamısının
demək ki, həyat damarıdır. Çevrə məsələsi sadəcə siyasi məsələ deyil, çevrə məsələsi bir insan məsələsidir. Və bir rejimlə üzbəgözük ki, biz bu çevrə filan heç bir şey başa düşməz. Heç bir şey bunun ümumiyyətlə fəlsəfəsində, həyat fəlsəfəsində və demək ki, yaşantısında fikrində, düşüncəsində, təfəkküründə insan və insan çevrəsi yoxdur, insan həyatı yoxdur. O çevrə məsələsi gəlincəndə əlbəttə ki, bu iki məsələyə demək ki, eyni bir məsələyə iki standartlıq baxırıq. Bir o ki, özü o çevrənin içində yaşamaqda və özü o çevrədən qidalanır. Və bir də bu ki, özü demək olar ki, o çevrədə deyil və o çevrənin yaşaması bunun həyatının, yaşamasının tam tərsinə, əksinə davam edən bir demək ki, savaşdır, mübarizədir, milli davranışdır. Urmiyə bu belə baxılır. Urmiyə bu demək ki, rejim bir müstəmrə, bir sümürgə halətində olmuş torpağın, millətin bir demək ki, sərvəti kimi baxır. Onun qurulması gərəkdir, onun qurulması lazımdır. Və eyni zamanda da siz də işarət etdiniz bayaqları, Azərbaycan Türk millətini öz demək ki, ata-baba yerindən, yurdundan sürgün salmaq və Azərbaycanı boşaltmaq. Azərbaycanın boşalması təbii ki, Azərbaycan boşalmayacaqdır. Amma bir vardı Azərbaycan kalitəsində, Azərbaycanlılar kalitəsində yaşam olsun. Bir də vardı ki, gəlmələr kalitəsində yaşam olsun. Bu iki kalitənin bir-biri ilə çox fərqi vardı. Bu demək ki, buna bənzər ki, birisi tam olaraq darmadağın olmuş, tam olaraq xaraba qalmış bir küncüdə, bir kənd küncündə yaşasın və bir də vardı ki, biri gəlişmiş bir şəhərdə yaşasın. Bu qədər kalitə fərqi vardı. İki demək ki, yəni xalqların arasında belə bir kalitə fərqliyi var və Azərbaycan Türk milləti üstün həyat kalitəsinə alışmış bir millətdir. Bizim tariximiz necə deyim, yəni tam təsəvvür edin siz demək geydən İpək yolundan başlamış ta indiyənə qədər, İpək bazarından ta indiyənə qədər, ondan sonra ticarət mərkəzindən ta Çindən tutmuş Adıyaman dənizine qədər çəkilmiş bir həndəvərin, bir demək manşurutun içində olmuş bir millətik biz. Və təsəvvür edin, Təbriz deyiləndə Təbriz tarixin ticarət göbəyi sayılır. Elə Təbriz əgər ticarət göbəyi sayılırsa, demək ki, o Urmunun gücü və Urmunun imkanatı sayəsində, Ərdəbilin imkanatı sayəsində, Zəngiyanın, yəni bütün Azərbaycanın demək olar ki, Təbrizə toplanmış gücü sayəsindədir bu. Təbriz dediyimiz müzəqqət deyil, Təbriz dediyimiz bir Azərbaycanın bir torpağıdır, bir güşəsidir və əslində də dediyimiz Azərbaycan, böyük Azərbaycan, bütün Azərbaycan dediyimizdə bu bölgə, bu məntəqə həmişə demək ticarət mərkəzi olmuş, həmişə sənaye mərkəzi olmuş, həmişə yaşam kalitəsinin yüksək dayanacaq bir bölgəsi məntəqəsi olmuşdur. Ona görə də demək ki, qurumuş və tam xəstəliklərə yataq olmuş bir bölgənin, bir məntəqənin onlar bilirlər ki, Azərbaycan Türk milləti orada yaşaya bilməz. Ancaq orada bəzi xalqlar, bəzi gəlmələr vardılar ki, bunlar demək olar ki, orada yaşayarlar. Hətta ölümü tərcih verərlər, orada yaşayarlar. Nəhayət budur ki, rejimin demək ki, sözü və qolu onlara verdiyi söz bundan ibarətdir ki, tamam, sizdən ola bilsin ki, bir nəsil, iki nəsil, üç nəsil demək ki, tələf olar, amma siz bir dənə torpaq sahibi ola bilərsiniz. Və mən də hökumətimi, hakimiyyətimi beləliklə sürürəm deyə. Belə bir bilirsiniz xulyalar hər zaman əşirətlər parçasında və əşirətlər ağaların içində olan belə bir anlaşmalar, belə bir müamilələr olur və olacaq, bundan sonra da olacaqdır. Elə nümunəsini biz
dünyada görürük, dünya kapitalizm dünyasında da görürük. Geçen hafta demək Trump'ın Zelenskiyə olan tutumu, duruşu eyni hemen bizim bölgədə, məntəqədə olan demək ki əşirət parçalarının, ağalarının millətlərinə aid olan, xalqlarına aid olan tutumu kimin görünür. Yəni başdan baxmaq, üstdən baxmaq, göydən baxmaq və nəhayət budur ki, təhqir etmək. Bunlar çalışırlar ki, demək ki, bizim millətimizi təhqir etsinlər. Necə təhqir edə bilərlər? Bunun həyat qaynaqlarını əlindən almaqla. Bunun vücudunu daha doğrusu hər gün təhdid etməklə, bunun var yoxunu an təhlil etməklə və yox etməklə buna çalışırlar. Amma təbii ki, burada böyük bir millət var. Azərbaycan Türk milləti. Böyük bir hərəkat var. Azərbaycan Milli Hərəkatı. Və bu bölgədə, bu məntəqədə 30 milyonluq bir milli hərəkatın var oluşu demək ki, ta dünyanın bu günləri əgər bunu üzə çıxarmırlar, bu günləri əgər bunu masaya çıxarmırlarsa, bu bundan ötürüdür ki, bu çox təhlükəli bir məqamdır. Hətta Ukraynadan belə böyük təhlükəli bir məqamdır. Hətta mən deyərdim ki, Rusiyanın özündən böyük bir təhlükəli məqamdır. Çünki Türk dünyasının ürəyi və Türk dünyasının vuran qalbidir. Vuran demək ki, nəbzidir Azərbaycan. Ona görə də hələ bunu üzə çıxarmırlar. Amma bu anlama gəlməz ki, bizim millətimiz belə hiss eləsin ki, daha doğrusu bizi kimsə hesaba qoymur. Yox, elə deyil. Əvvələn bu ki, Urmu gölünü nə qədər bunlar istəsələr də belə bir qətrə suyu qalmasa, bir qətrə belə nəzir deyim, orada yaşam izi qalmasa belə yenə o böyük millətimiz yenə gölünü sulandıracaq. O böyük millətimiz yenə demək ki, qoymayacaq ki, suyu aradan geçsin. Ancaq bunların hamısı dövlətə bağlıdır. Bunların hamısı azadlığa, özgürlüyə, bağımsızlığa bağlıdır və bu məsələ zaten istər-istəməz çoxlu danışılır, çoxlu söhbət olunur. Amma bir şeyi unutmayaq. O da budur ki, bizim Urmu gölümüzü Azərbaycan Türk milləti ilə birlikdə və Azərbaycan demək ki, coğrafiyası ilə birlikdə ümidimiz digildəcəkdir. Ümidimiz digildəcək. Ümidimiz kimdir? Ümidimiz geçən həftə dünyaya demək olar ki, brendi olan Təbrizin uşaqlar nümayişi idi. Yəni ana dili günü ilə müşahidələrdir. Ərdəbildə geniş olaraq Türk dilli kitabların yayılması idi. Urmuda hakeza. Yəni Mərağada, Mərənddə, Sulduzda, Salmasda, hər yerimizdə böyük bir demək olar ki, ayaqlanma və qalxışma var. Ümid budur. Bu ümid varsa qurtuluş da vardır. Bu ümid varsa Güney Azərbaycanımızın demək ki, dövlətçiliyi də vardır və bu ümid varsa bizim gələcəyimiz də mütləqa olacaqdır. Yenə biz geçmişlər kimin 1990'lar, 2000'lər kimin yenə biz Urmu gölümüzün ətrafında birləşəcəyik. Yenə biz Urmu gölümüzün demək halını, ruhiyyəsini özümüzə oxşduracağıq və yenə oradan nəfəs alacağıq. Bunu kimsə daha doğrusu ümidsizliyə yol verməsin. Bu günlər bu rejim istərsə bütün gücünü qoysun. Məgər qoymayıbdır. 100 ildir bütün gücünü qoyub millətimizin üstündə. Nə edib, hansı nəticəyə gəlib çatıbdır? Bu günlər nəticə öz dediklərinə görə sıfır. Öz dediklərinə görə sıfır və öz etiraflarına görə artıq dünənlər deyildilər ki, 40 mil demək ki, %40 burada Türklər yaşır. İndi öz etiraflarına görə %60 ediblər. Yəni bunlar da bilmirlər neynəsinlər. Özləri də qalıblar. Çünki ümidsizlik yaşayan bizim millətimiz deyil. Bizim millətimiz böhrənməkdədir və fas şovinizmi, fas faşizmi hər gün getdikcə demək ki, dibə vurmaqdadır. Hər gün getdikcə ümidini əldən verməkdədir. Biz bunu belə görürük, belə bilirik. Kimdən bilirik? Yeniyetmə körpələrimizdən görürük.
Biz bunu yeni yetmə körpələrimizdən görürük ki, Xumeyni, o Cəllad Xumeyni demişsən, zamanında, vaxtında demişsən, mənim əskərlərim, mənim sərbazlarım qundaqdadırlar. Mənim sərbazlarım, mənim əskərlərim bundaqda. Bizim bu günləri Azərbaycan milli hərəkatımızın əskərləri demək olar ki, bağçalarımızda, ibtidai mədrəsələrimizdə, məktəblərimizdə, orta məktəblərimizdə və belə-belə gəlir. Bunların qabağını, qarşısını kimsə mümkün də ala bilməz və almaq da mümkün olmayacaqdır. Sağ olun Buyurun. Ender Bey. Var olun. Çok güzel açıkladınız. Yani tam bir kitap şəklindəydi. Mehdi Bey, sizdən bir sual soruşacağım mən. Mən çox üzr istəyirəm, bağışlayız. Mən sadəcə bir şey unuttum deyəm. Buyurun Ender Bu Bey. günlər bizim qonağımız olmadı. O qonağımızın olmamasının səbəbləri. İstərsiniz bunu Mehdi Bey danışsın, mən sonra deyərəm. Buyurunuz. Buyurun, xahiş edirəm. Buyurun Ender Bey, siz. Olar mı? Buyurun, buyurun. Çünki mən Buyurun. Eğer haberiniz varsa buyurun. Biz de gözlüyoruz. Bəli, mənim xəbərim var. Mənə xəbər gəldi. Demək bilirsiniz ki, geniş olaraq 15 İsfənd Urmu Gölü'nün milli günü traktları geniş olarak yayılıbdır. Özellikle Türkiye'nin her yerinde yayılıb Ender Bey. Her yerde Ərdəbildə, Urmuda yayılıbdır. Əlbəttə Ərdəbildə, Urmuda və başqa şəhərlərimizdə Təbrizin özündə geniş yayılıbdır. Və bu demək yaygınlıq rejimi çox əndişəyə vadir edibdir. Və nəhayət nə olub, nə olmayıbdır. Orada bizim demək olar ki, baskılar çoxalıbdır. Və o baskılar əsasında da indi nə olursa olsun, birinci budur ki, daha doğrusu bizim milli fəallarımızın ümumiyyətlə bu şeyləri, internetləri kontrol olur, internetlərini baskıya çəkirlər və orada bilirsiniz, indi zaten istər-istəməz bu dəqiqə, bu anda birisi istəsə sizin internetinizi, şəxs olaraq internetinizi kontrol altına ala bilər. Hələ bu rejimdir. Bu rejim şəbəkə rejimidir, casusluq rejimi və şəbəkəsi də demək olar ki, bu sahələrdə çox genişlənibdir. Çox böyük Çinlərdən o yandan bu yandan güc alırlar, qüvvə alırlar və ona görə də bizim milli fəallarımızın o cümlədən ehtimal veririk biz ehtimal veririk ki, yəni Qurtuluş Partiyası olaraq ehtimal veririk ki, qonağımızın da demək olar ki, internetini bunlar qapsayı şəkildə qeyləyiblər, məhdudlaşdırıblar və ona görə də bu günləri bizim Güneydən olan və bu hərəkatın ən başında dayanan şəxs Siyavuş bəy demək ki, sizin bu toplantınıza qatıla bilmədilər və mənim xəbərim vardı buradan hər halda. Əgər özləri məsləhət görsələr gələcəkdə başqa türlü demək ki, açıqlama versinlər. Əlbəttə ki, biz də o açıqlamanı qeydən, necə ki, bunları da, bu bildirişləri də biz mediadan almışıq, mediadan götürmüşük və buna dəstək olmuşuq və biz deyilik də, bütün partiyalar hamısı buna dəstək olublar. Biz elə onları da demək olar ki, bu media vasitəsilə, indi Telegram vasitəsilə, indi çeşitli əlimizə gələn imkanlar vasitəsilə, aracılar vasitəsilə ələ gətirəcək və onu da yayacaq o səbkidə, o səyahətdə. Amma bunu bilirik ki, bu rejim ən demək ki, başda dediyim kimi Azərbaycan düşmənidir. Bu rejim türk düşmənidir, bu rejim çevrə düşmənidir, bu rejim insan düşmənidir və əgər xilasa gətirsə, xilasa etsək bu günləri, bu 21-ci əsrin demək ki, 2-ci 10 illiyinin 5-ci ayın 5-ci ilində biz daha doğrusu belə bir qəddar, belə bir insana baxışı tam olaraq anti-insani bir baxış olsun, belə bir rejimə rast gəlməmişdik və bunlar da istər-istəməz dediyim kimi biz bunları bilirik. Biz bunları düşünürük. Oradakı əziz dostlarımız heç darıxmasınlar, heç demək ki, sıxılmasınlar. Oradakı əziz dostlarımızın biz səsi yox. Biz Azərbaycanımızın milli hərəkatının səsi yox.
ve Azerbaycan'ın milli harekatı da bizim gayemizdir. İsterse burada Kurtuluş olsun, Kurtuluş Partiyası, isterse başka partiyalar olsunlar. O partiyalar ki özlerinin ana təşkilatını Azerbaycan Milli Harekatı bilirlər və ona etiqadları vardı. Güneydə olan əzizlərimiz bunu bilsinlər ki, hər zaman biz onların səsi yox və onların səsi olmağa da devam edəcəyik. Buyuruz, çox sağ olasınız. Sağ olun Eldar Bey. Ağzınıza sağlık. Mehdi Bey, size dönüyorum. Mənəm Türk, önümə gələn hürk. Danışam indilər, hər gün bir hilə. Mərkiyə qadağalarım, doğrana dilim ilə. Mənəm burada sahibi mülkətim, Türkdür qanım Türk. Yer üzündə kul mənəm, düşmanıma qul mən. Nəsimi kamanından bıraxdığı o deyir mən. Qırmızı gözlərim çalxalayıb salaram bura toz duman mən. Vermərəm aman mən bir bax heybətə, tanınaram qeyrətə. Sağ olun, çok güzel bir klip idi yayımladınız. Efir Otağı'ndan çok teşekkür ederim. Mehdi Bey, sizden bir soru sorayım. Milli Hərəkat nə edə bilər bu Urmu gölünün bu faciasına göre? Milli Hərəkatın görevi ne olabilir sizce? Milli hərəkət dediyimizdə həm eşiyi qapsayır, həm içəri. Yəni aynı anda bir fikirdən hərəkət etməsi lazım. İçəridə maalesef, çünki geçmişdə bunu yaşadık. 1390, 91, 92'də Urmu etirazlarında içəridə mən özüm oradaydım. Etirazlarda şirkət elədik. Eşikdə maalesef səsimiz yox idi. İçəridə çox geniş, hətta Urumiyədə çatışmalar oldu. İndiki dönemdə sosial media tərəfindən millətimiz də daha rahat bu xəbərlərə əl tapa bilir. Eşikdəkilərlə irtibat qura bilir. Biz gərək həmahəng, biz gərək çöldə olaq. Biz xiyabanda olmasaq cavab alamayacaq. Baxın, İranda Cumhur İslamı dönemindəyik. Hər kəs xiyabanda olub, cavabını alıb, istəklərinə az da olsa yetişib. Biz xiyabandan küsməməliyik. Eşikdə də, içəridə də. Eşikdə, xiyabanda olmalıyıq, böyük toplantılar qurmalıyıq, səsimiz dünyaya çatsın. İçəridə də hakeza. İçəridə xiyabanda olmasaq, gözdə olmayacaq. Baxın, çox gözəl hərəkətlər olur. Eldar bəy dediyi kimi. Təbrizdə, pasajda çox gözəl musiqi, hünəri işlər oldu. Ərdəbildə kitablar paylandı. Van hamısı özünə görə çox böyük işlərdir. Çox böyük hərəkətlərdir. Çox gözəl adımlardır. Amma zamanı yetişdiyində xiyabandan küsməməliyik. Bugün məsələn deyəm, 15 İsfənd Urumiyə günü isə millət xiyabanda olmalıydı. Bax, keçənlərdə biz bunlara şahid olurduq. Şahsiyədə millət çıxırdı. Gözəl bənerlər yazdırırdı, etiraz edirdi və səs çıxırdı eşiyə. Xarici lisanələr məcbur olurdu bunlara yaysın. Çünki böyük hərəkətlər baş verir. Ya məsələn, 90, 91, 92'də çox böyük hərəkətlər oldu. Fars mediaları məcburən yazdı bunları. Biz xiyabanda olmasaq, çoxlu şeyləri əldən verəcək. Biz heç bir zaman küsməməliyik. Hər fürsətdən istifadə etməliyik. Bugün yadımızdadır, 88'də biz küstük xiyabandan. 96'da biz küstük xiyabandan. Bunları biz anlatmasaq, biz bunlarda geri tərkilsaq və ya yalan deysaq millətə, bunlar utuzdurar bizi.
98'də biz oturduq evdə, ya 401 olsun. Biz onun bunun ayrı millətin nəfinə çıxmırıq eşiyə. Biz öz həqqimizi istəyəcək. Gücümüz çatdı, yıxacaq, dövlətimizi quraq. Biz ev oturmaqla, küsmaqla heç bir şey əldə edəməyəcək. Necə ki, Urmiyə əldən gedir? %90% quruyubdur maalesef. Niyə? Çünki 10 ildir, 15 ildir susuruq. Biz nə qədər sussaq çoxlu şeylər əldən verəcək. Xiyabanda olmalıyıq. Sağ ol Mehdi Bey, çok güzel açıkladınız. Gerçekten milletimiz de bu duruma hazırdır ve Cumhur İslam'ın da bir az zamanı kalır. Həmişə bu rejimler bir qurulanda baskıya üz gətirirlər. Bir də dağılana yaxın bunlar istərlər ki, nə mənə vardı çalsınlar, çapsınlar, aparsınlar. Bəlkə bir dənə bir yanıq bir yer qoysunlar insanların əlinə. Amma bu heç vaxt olmayacaqdır. Sizin dediyiniz kimi sizin bir buyurduğunuzun bir ayrı bir sualını mən Eldar Bey'dən soruşum. Programımızın axırlarına yaxınlaşırıq. Eldar Bey də sağ olsun ki, bizim programa qonaq oldular və öz bilgilərini millətimizə çatdırırıq. Eldar Bey, Mehdi Bey buyurdular ki, millətimiz bir olmalıdır, xiyabanlardan küsməməlidir. Tamam, amma bizim eşikdə təşkilatlar ilə nə cür edə bildik bu Urmu gölünün məsələsini? Ya gələcəkdə bu indi dediyiniz kimi Amerikanın, Ukraynın məsələsi bizim başımıza gəlməsin deyə biz təşkilatlar olaraq eşikdə bütün Güney Azərbaycan təşkilatları nə cür edə bildik bu millətimizin səsi olaq dünyaya? Bizim əlimizdən nə gələr indiki bu ağır duruma, millətimizin bu ağır durumuna? Ya birinci Mehdi Bey çox sağ olsun, çox gözəl işarə etdilər. Əlbəttə özündən küsən millət taleyindən küsər və bu çox normal bir şeydir. Təbii bizim millətimiz özündən küsməyibdir. Bizim demək ki, şovinist düşmənimiz Bas dövlətçiliyi əslində təsəvvür edin ki, bu bir ilin, 2 ilin içində nə böyüklükdə darbalar yiyibdir, nə böyüklükdə zərbələr görübdür. Bölgədə, məntəqədə bütün o gücünü, qüdrətini əldən veribdir və qapanıbdır indi İran içinə. Artıq Əfqanistandan bütün ümidini kəsib, nəinki Əfqanistandan ümidini kəsib, keçmişdə bir Əfqanistan sərmayə quzarısı var idi, investi var idi və oradan da müəyyən dərəcə müsbət səslər gəlirdi. Bu günləri Əfqanistanın elə bir demək ki, hakimiyyəti var ki, hətta bunlardan daha deməyim, nəzir deyim, fundamentalist, amma fundamental bir sistem, bir rejim və rəqib bir rejim sistemdir. Yəni təsəvvür edin ki, Suriyədə, İraqda gücünü, qüdrətini əldən verib bu rejim. Lübnanda, ondan sonra Filistində və Yəməndə tamamilə susturulubdur və bu bütün ümidini, gücünü qoyubdur içəriyə. Siz təsəvvür edin ki, 100 milyardılar dolar bu müddətin içində bu terror dəstələrinin, terror qruplarının bayındırması üçün büdcələr ayırıblar. Elə zərafət deyil, öz-özünə deyil, öz başına deyil ki, bir nəft satan bir millətin, bir yeraltı qaynağı olan bir millətin demək ki, 40 ilin içində, 45 ilin içində nəzir deyim, doları gəlib geydən 75-dən qalxa, indi bu günləri 930-940'ların üzərinə belə gedir. Yəni bu çox böyük bir faciədir. Bunun demək ki, boşluğunu nə doldurubdur? Bunun boşluğunu bu rejimi ümidvar edən, bu rejimi saxlayan terror sistemi. Və bu terror sistemi çökməkdədir. Çökdükcə demək olar ki, dediyim kimi, bu öz qalıbına girir və öz qalıbına girdikcə bunun baskıları da artırır. Baskıları artacaq, artırır. İndi hesablayırsınız, bu bir 10 il bundan qabağa nəzərdə alaq. Yox, 5 il bundan qabağa nəzərdə alaq. 5 il bundan qabaq bu Azərbaycana, Azərbaycan Cümhuriyyətinə hər türlü baskı yapmağa özünü demək ki, üstün mövqeydə, məqamda görürdü.
Çünki Qarabağ işğalda idi. Qarabağ işğalda olduğuna görə orada bir özünə bir ümidgah var idi, bir Ermənistan vardı. Bax onu da əldən verdi. Onu da əldən verdi. Bu günləri Azərbaycanın nəinki üzərinə baskı yapa bilmir. Təbii ki, yapmağa çalışacaq, hər zaman da olacaqdır. Ta ömrü var bu rejimin. Bu baskıcı rejimdir. Azərbaycana baskı yapacaq kimsə deməsin ki, yox, olmayacaqdır. Amma geçmişlər sayarı deyil. Türkiyə bu günləri dünyada artıq bölgənin, məntəqənin ən böyük, demək ki, nüfuzlu figuruna çevrilibdir. Və burada əgər hesablaşma varsa İsraildir, Türkiyədir və üçüncü ölkə yoxdur burada. Geçmişdə olurdu. Ancaq bu durumda, bu vəziyyətdə təsəvvür edin ki, siz ki, dediyim kimi bu rejim zaman geçdikcə, zəif düşdükcə durumu, vəziyyəti daha doğrusu kompakt olduqca öz içinə həm vəhşiləşir. Vəhşiləşdikcə bunun baskısı hara gəlir? Baskısı bunun hər şeydən öncə Azərbaycanın üzərinə gəlir. Azərbaycan üzərinə. Təsəvvür edin, hər gün tutuklamalar vardır. Hər gün demək olar ki, işgəncələr vardır. Və qoy yad eləyək burada da, demək ki, Cənab Əzimi Qədim bu günləri o qeydədir. Demək ki, evin zindanında və aksiyadadır. Yeme aksiyasında. Yəni bunlar nə deməkdir? Bunlar o deməkdir ki, mübarizə, mücadilə hər türlü vardır. İçəridə eşikdə var, amma eşiyi soruşdunuz. Eşiğin durumu içəriyə bağlıdır. İçəridə nə qədər bizim orada olan milli fəallarımız, üstə gedən milli fəallarımız demək bir-birinə yaxınlaşsalar, bir-birini qəbul etsələr, eşikdə kimsənin haqqı, hüququ çatmaz ki, gəlsinlər demək olar, geçmiş xatirələrə qayıtsınlar. Və bu günləri bizim çox təəssüflə Azərbaycanımızın güneyinə ümid verəcək bir televizyonumuz, bir mediamız yoxdur. Mən istəmirəm özümüzü ad çəkəm ad aparam, amma Qurtuluş TV təkcə TV-dir ki, demək ki, bu şeylərə, bu şəxsi savaşlara, şəxsi rəqabətlərə qatılmır. Bu ancaq Azərbaycan milli hərəkatını bütün görür. Bayaqları Mehdi bəy də söylədilər, bir Azərbaycan milli hərəkatının içərisi eşiği yox. Azərbaycan milli hərəkatı bir bütövdür. Azərbaycan Türk millətçinin onun hərəkatı da bütövdür. Ancaq bu günləri təsəvvür edin, açıq çox təəssüflə dost belə medialardan, şəxsi medialardan demək ki, geçmiş hesaplarını, xatirə hesaplarını xatirə savaşına çevirirlər. Və bunun da bahanasını gətirirlər ki, demək ki, əgər biz geçmişimizi təmizləməsək gələcəyimizə nə edəcəyik? Köprü sala bilməyəcəyik. Çox yanlış bir hərəkətdir. Çox yanlış bir hərəkət. Təbii ki, hər kəsin geçmişdə qüsurları var. Hər kəsin geçmişdə qüsurları var. Mən şəxs özüm olaraq, Eldar Qaradağlı olaraq nə qədər bizim televizyonlarımızda təxribat olunmuşam. Nə qədər məni təxrib ediblər. Həman o dostlarımız təxrib ediblər ki, demək ki, bu günlərdə nədir? Bu günlər həman rəviyyəni davam edirlər. Həman rəviyyəni bizim birliyimiz şərtidir. Ancaq bu birliyimizə mən buradan içəridən bizi eşidən, bizi izləyən əzizlərimizə dönüş yapmaq istəyirəm ki, siz ki eşiyə, birliyə, təmizliyə və bərabərliyə çağıra bilərsiniz. Siz ki orada güc ortaya qoyarsınız və eşikdə hamı birləşə. 2005-ci il 2006-cı il xatirimizdə 1985-ci il. 1985-ci ildə Təbrizdə, Ərdəbildə, Urmuda, Səlmasımızda, Sulduzumuzda hər kəs birləşdi. Eşik də demək ki, istəməyə o birliyin arxasıca düşdü və birləşdik. Və birləşməyin də nəticəsi etibarı nə oldu? Uzun zamanlar çəkdi ki, biz bu birliyimizi hifz edə bildik. Niyə bu günləri eləyə bilmirik? Səbəb budur ki, içəridəkilər demək ki, bu birliyə əl tapa bilmirlər. İçəridəkilər bu birliyə əl tapsalar, eşikdəkilərin o qədər gücü, qüdrəti yoxdur ki, gəlsinlər demək olar ki, ayrımçılıq salsınlar.
Biz də onlara daxil. Biz nəhayət budur ki, içəri birləşərsə, Qurtuluş gəlib desə ki, yox, mən istəmirəm bu birləşsin. Milli Hərəkat istəmirəm ki, eşikdə birləşsin. Bizim yapışarlar qulağımızdan, atarlar eşiyə, deyərlər, siz otururuz yerinizdə, bizi basıb keçərlər. Amma bu günləri eşikdə içərinin ucbatından hər kəs özünə bir partiya, hər kəs özünə bir qurum, hər kəs özünə demək ki, bir konsept ortaya qoyur, hər kəs özünə bir Azərbaycan Milli Hərəkatı adlandırır, hər kəs özünə Azərbaycan Türk millətinin taleyini demək olar ki, həvalə ediblər ona. Və onun ağzından nə çıxırsa, Azərbaycan Milli Hərəkatı o cür hərəkət etməlidir. Kim xaindir, kim xadimdir, kim nə istəyir, kim nə istəmir, mən deyəcəm. Bu mənbazlıqlar, bu aşırı egoizm bizim milli hərəkatımızın ən böyük dərdinə çevrilibdir. Və buna da ən böyük demək dəstək verənlər rejimin həm müstəqim oyunlarıdır, həm qeyri-müstəqim pezeşiyan sistemli oyunlarıdır ki, bizim milli hərəkatımıza demək olar ki, böyük ziyan zərbə vurur. Bir də ki, öz hafizəmizdə, içimizdə olan geçmişə dayalı xatirələrimizdir ki, biz ondan əl üzə bilmirik. Bunların hamısının da bir aracı vardır. O da budur ki, o deyərlər, filan kəsin əlinə gey ver, bel ver, filan elə, hel ver, filan elə, behman elə, istəmirəm onu qamın gətmiş olam. Yəni, sən böyüksən, sən filansan, sən desən hər şey olar. Sən desən, ağzını açsan, Azərbaycan Cumhurbaşqanına da eləyə biləsən, ihanət eləyəsən, sən eləyə biləsən, Türkiyə Cumhurbaşqanında ihanət eləyəsən, sən çünki güclüsən. Sən verərlər əlinə, deyərlər böyük elə və onun da zərbəsini kim görər? Azərbaycan Türk milləti görər və Azərbaycan Milli Hərəkatı. Biz Eldar bəy, bizə düşən görəv budur ki, nə o tərəf, nə bu tərəf. Düz yolumuz vardır, o da Azərbaycanın qurtuluşudur və Güney Azərbaycan Türk millətidir. Bizim amacımız, hədəfimiz budur. Bu davalara, bu şəxsi oyunlara biz qatılmayacağıq. Axıracan bizim yolumuz düzdür və budur gedəcəyik. Peki bəy, proqramın sonuna yaxınlaşırıq. Bir deyəcəyiniz varsa bir qıssa buyurun. Lütfən proqramı bitirəcəyik. Buyurun. Çox təşəkkürlər. Qurtuluş TV izləyənlər, Eldar bəydən, sizdən. Son sözümü yenə deyim. Azadlıq, ədalət, milli hökumət. Çox yaşayasınız. Axşamınız. Gerçəkdən nöqtəni bu qoyacaqdır. Eldar bəy, siz də son sözünüzü buyurun. Çox sağ olasınız. Mən elə haman demək ki, Əziz Mehdi bəyin dediyi bizim hər zaman şüarımız olubdur. Azadlıq, ədalət, milli hökumət. Və bu azadlıq, ədalət, milli hökumətdə bizim bütün hamımızı tutur. O adam ki, o təşkilat ki, o qurum ki, Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatını, bax bu terminlər çox önəmlidir. Azərbaycan Milli Hərəkatını özünün demək olar ki, yeri, yolu, hər şeyi bilirsə, o demək olar ki, nədir? Bizim azadlıq, ədalət, milli hökumətimizə etiqadı varsa, elə biz də onun etiqadı ilə gedirik qabağa. Sağ olasınız. Eldar bəy, var olun. Sağ olun ki, qatıldınız öz proqramımıza. Dostlar, Urmu səsinin bir ayrı verilişinin sonuna gəldik. Sizdən rica edirik, bizim proqramların həftədə 4 dənə bizim proqramımız olur. Lütfən hamısını izləyin, üyə olun, like edin və yorum yazın bizim verilişlərin altında. Sağ olun ki, bizi izlədiniz. Bir ayrı verilişə qədər sizi özünüzə tapşırırım. Var olun. Azərbaycan torpağıdır, xalqımızın ocağı, şərqin nurlu çırağıdır, şəhriyarın sözü Təbriz.
Bitsin qəfil, bitsin qarət, gülsün xalqın üzü Təbriz. Yeter artık bu esaret, biraz geyrət, cəsarət. Bitsin qəfil, bitsin qarət, gülsün xalqın üzü Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar. Ne serhedler ne mefdiller, ayırmasın bizi Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar. Ne serhedler ne mefdiller, ayırmasın bizi Təbriz. Salam sene Azerbaycan, salam sene ey Turan, salam sene ey Samala, tarihimin izi Təbriz. Salam sene Azerbaycan, salam sene ey Turan, salam sene ey Samala, tarihimin izi Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Azerbaycan torpağıdır, halkımızın ocağı. Şərqin nurlu çırağıdır, Ələsgərin sazı Təbriz. Azerbaycan torpağıdır, halkımızın ocağı. Şərqin nurlu çırağıdır, Ələsgərin sazı Təbriz. Yeter artık bu esaret, biraz geyrət, cəsarət. Bitsin qəfil, bitsin qarət, gülsün xalqın üzü Təbriz. Yeter artık bu esaret, biraz geyrət, cəsarət. Bitsin qəfil, bitsin qarət, gülsün xalqın üzü Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen